Salam, sizi yeni bir videomdan salamlayıram. Gecikmiş de olsa bir videodur. Bildiyiniz kimi mənim əvvəlki köhnə kanalım silindiyi üçün yenidən videolarımı təzədən bərpa edib yeni kanalımda paylaşmaq istəyirəm. Yəni hər birinizdən də o dəstəyi gözləyirəm. Əziz izləyicilərim, məni izləyənlərim, yenidən mənim kanalımı qaldırmaq, sizlərin dəstəyi ilə birlikdə gəlin əl-ələ verəyin. Dəstəyinizə ehtiyacım var qızlar. Sizin sayənizdə yenə də mən kanalımı qaldırım. Belə deyim, mənim kanalımda olan videoları yenidən burada bərpa etmək istəyirəm. Əlavə də yenə videolar çəkəcəm, vloglar çəkəcəm. Yenə də izləyicilərimi videosuz, vlogsuz saxlamayacağam. Hər zaman çəkdiyim kimi yenə də çəkəcəm. Sizlərin sayəsində heç vaxt həvəsdən düşməyəcəm. Düzdür, əvvəl yəni videom belə deyim, videolarım silinib gedəndə, kanalım silinib gedəndə biraz məyus oldum, kədərləndim ki, o videoları necə bərpa edəcəm, necə o abunə sayımı necə tamamlayacağam. Mən o abunə sayımı tamamlamışdım, az qalmışdı saat vaxtımda tamamlansın, amma yenə də həvəsdən düşmədim. Çünki fikirləşdim ki, yenə də həmən məni izləyən izləyicilərim sağ olsun, məni yenə də qaldıracaq, o səviyyəyə çatdıracaq, o səviyyəyə yenə də mən çatacağam, yenə də videolarımı, vloglarımı çəkəcəm. Belə bir dezodorant aldım, amma dezodorant deyil, şarikli formadadır. Mən ondan da istifadə edirəm qızlar. Dezodorant halında da olandan istifadə edirəm. Adətən bundan istifadə edirəm deyilənə görə o dezodorant formalı olan yəni ziyanlı olduğu üçün çox istifadə etmirəm. Ancaq elə çox vaxtı bundan istifadə edirəm. Ona görə də elə belə şarikli formada almışam. Yəni uşaqların olmazsa olmazı barmaq istədilər. İndi trend olan, eşidirəm ki, müəllimələr də istifadə edir bundan. Uşaqları dərs başa salırlar. Uşaqlar da istədilər, mən də aldım. Labubu qızlar, İndi bir vaxtları trend olan, dediyim kimi bu video mənim köhnə videomdur. Deyərsiniz ki, Labubu indi trend deyil, çoxdandır. Mən də elə o vaxtı almışdım, çəkmişdim. Sadəcə yenə dediyim kimi bu videonu yeni bir kanalımda istədim çəkəm, paylaşam. Belə bir Labubu almışam. Can Home'dan almışdım. 3 manata almışdım qızlar. Hər mağazada bir yəni qiymətə qoyublar. 3-ə də qoyan var, 5-ə də qoyan var. Amma mən 3 manata almışam. Mən belə deyim, mənim balaca oğlum oyuncaq saxlayan deyil, amma yekə saxlayır, yaxşı da oyuncaqlarını saxlayır, səliqəli, amma balacaya, yəni oyuncaqlarına belə deyim, mən pul verməyə əlim gəlmir. Ona görə ki, qırır, sındırır. Ona görə də çox bahalı oyuncaqlar almaq istəmirəm. Heç bu Labubu aldı da, qırdı da, tulladı da, heç ondan evdə bir belə soku da qalmayıb ki, yəni həqiqətən də bizim evimizdə Labubu alındığı bilinsin. Heç qırdı, tökdü, dağıtdı. Yəni almağa dəymir ona oyuncaq, bahalı oyuncaq. Ona görə də elə istəmişdi, 3 manatlıq almışdım. Yəni bahalısını götürməmişdim. Temudan, Trendyoldan bağlamalarım gəlib qızlar. Qonşu belə uşaq üçün önlük sifariş vermişdi. Vurmuşam, açmamışam qızlar. Bəzilərini açdım, bəzilərini açmadım. Çünki özümün deyildi deyən, tam açıb istəmədim görsədəm. Yəni görsətdim, tam açıqlığıyla açmadım. Özümə belə bir pünyar vurmuşdum qızlar. Çox gözəl də gəldi, materialı da gözəldir. Bunun qırmızı rəngini yaydan, daha doğrusu yazdan vurmuşdum. Yay uzunlu yayı, yəni onu istifadə etdim, yudum da tez-tez. Nə rəngi solmadı, nə girmədi. Çox gözəl də materialı var. Mən razı qaldım.
Yəni məsləhət görürəm ki, siz də alarsınız. Yaxşıdır, materialı da yaxşıdır. Rənginin də solmamağı çox gözəldir. Qırmızı rəngini almışdım. İndi də istədim qara rəngini alım. Yenə bunu da qonşu sifariş vermişdi. Kabrolardır. 2 ədəd kişi üçün, 2 ədəd qadın üçün kabrolar sifariş vermişdi. 4 ədəd. Elə də, yəni belə göstərirəm, açmamışam, özü açar, can sağlığından işlədər. Bu kisləri də yenə onun üçün vurmuşam. 2 ədəd bundan mən özümə də vurmuşdum qızlar. Çox gözəl, çox razı qaldım. Yəni bu kislərdən bir dəfə sizlərlə vlog çəkəcəm, kosmetikalarımın vlogunu. Həmin onda sizlərə göstərəcəm. Mən çox razı qaldım. Yəni almışam. Yəni şotkuların da tükləri tökülmür. Belə bir çanta. Bunu da yenə qonşu istəmişdi, vurmuşdum. Amma şəkildə böyük görsənirdi, amma çox balaca gəldi. Həddindən artıq çox balacadır qızlar. Yəni oğluma mən vurduğum çantalar hara, bu hara. Oğluma vurduğum çantalar çox böyükdü. Yoldaşıma da, oğluma da vurduğum çantalar iri idi, amma bu çox balaca gəldi. Şəkildə göründüyü kimi deyildi, belə deyim. Belə bir şal vurmuşam özümə. Çox razıyam qızlar. Çox yaxşı, böyüklüyü də böyükdür, qalınlığı da qalındı. Çox xoşuma gəldi, razı qaldım. Bir dənə mənfi bir cəhəti olduğum deyim, biraz tük buraxır. Adətən də qara paltarların üzərində daha çox tük buraxır. Belə də fikirləşirəm ki, yəqin ki, yuyulduqca yəni o tükü buraxmağa gedər. Amma belə qalınlığı, uzunluğu, enliliyi çox gözəldir. Çox razı qaldım. Yaxşıdır. Fikirləşirəm ki, başqa formalı şallar da vurum. Mənim xoşum gəlir. Fərqli rənglərdə, yəni şəriflər olsun. Çox razıyam. İndi bir də vuracam. Belə bir qolbağı vurmuşam. İndi trend olan belə bir qolbağı, gümüşü rəng. Mən özümə qızıl rəngini alacam. Bu gümüşü rəngdir. Mən özüm qızıl rəngini sevirəm. Nədənsə bu aralar qızıl rəngi daha çox sevirəm, bilmirəm. Elə qablar olsun, istər bujuteriyalar olsun, onda da elə qızıl rəngi daha çox sevirəm. Bir vaxtlar gümüşünü daha çox sevirdim, amma indi nəsə belə deyim, elə ağlımda qızıl rəngdir. Belə bir qolbaq almışam. Çox razı qaldım. Düzdür, videonu dediyim kimi çox sonra səsləndirirəm. Yəni suya da salmışam qızlar. İşlətmişəm. Çox gözəldir. Çox razıyam rənginin getməməyindən. Qaralmır. Demək olar ki, mən Temudan vurduğum, Trendyoldan vurmamışam. Amma Temudan nə vurmuşamsa da bujuteriyalar çox gözəl, çox da keyfiyyətli gəlib. Ona görə də razı qaldım. Belə dörtlü Karacanın Trendyoldan qazanlarını almışam. Endirmə düşmüşdü qızlar. O aldım. Çox da razıyam. İşlətdim də, razı qaldım da. Yəni almağa dəyər. Endirimlərdən yararlanın. Endirimlər olanda fürsəti qaçırmayın. Fürsətdən istifadə edib bu qazanlardan ala bilərsiniz. İmkanında var idi. Mən Karacanınkini götürdüm. Mənim 5 dənəli bu qazandan var idi, amma böyük var idi. O 5 kiloluq aşı da dəmləyirdi. Mənə çox böyük idi. Ona görə də belə balaca aldım. 4 dənəli balaca aldım. Amma balaca deyil də, yəni bizim ailəmizə yarayır. Çox da razı qaldım. Yandırmaz, yapışdırmaz bir qazandır. Yəni almağa dəyər, pulunuzu verməyə dəyər. Bəzən elə olur ki, gedirik, alırıq, yaxşı çıxmır, keyfiyyətini bilmirik. Kimsə alıb deyəndə ki, yaxşıdır, onda adam rahat olur ki, hə, yəni alıram, yaxşıdır. Yəni kimsə istifadə edib, bilir ki, o yaxşıdır və yaxud da ki, pisdir. Mən də dediyim kimi aldım, razı qaldım. Dörtlü qazandı. Mən ümumiyyətcə hansı ki məhsullarım, istər yəni qab-qacaq olsun, istər işlətdiyim parşoklar, sabunlar, istər ərzaqlar olsun,
hər hansından razı qalıramsa da onları sizlərə çəkib paylaşıram, deyirəm, yəni almağa məsləhət görürəm və yaxud da ki, görmürəm. Mənim özüm elə videoları izləməyi çox sevirəm, çox xoşum gəlir ki, elə bir videolara baxım. Əgər nəyisə bilmirəmsə də öyrənim və yaxud da ki, hardasa nəsə görmüşəmsə də yaxşıdırsa da, kimlərsə də alıb bəyənibsə də, mən də istəyərəm ki, yəni kim baxılıb, görülüb, alınıb, o yaxşıdır, mən də alım. Adam bilmir, görməzə bilməzə alır, gəlir keyfiyyətsiz çıxır, amma kimsə alanda bilirsən ki, o yaxşıdır və yaxud da yamandır. Ona görə də mənim üçün elə bir videolar həmişə sevilə-sevilə baxılan videolardan olub. Belə bir qazandı qızlar, ölçüsündə razı qaldım. Çünki biz 4 baş ailəyik, yəni bizə yetərlidir. Dediyim kimi böyük qazanlarım var. Onlar mənə çox böyük olduğu üçün mənə belə bir lazım idi ki, belə bir qazan. Həm də ki, tefal çox adam işlədə bilmir. Tefal qazanım da var. Tefal qazanları da belə deyim, çox adam işlədə bilmirsən ki, cızılır, tez xarab olur. O tefallarda mən çox vaxtı aş dəmləyirəm. Onu yəni elə bir şeylərdə istifadə edirəm. O güllü qazanlarımda. İstədim bunu da alım. Bunu yəni gündəliyə istifadə edəm. Rahat da oldu qızlar. Nə yandırmır, nə yapışdırmır. Rahat təmizlənir. Tərtəmiz, yuyanda da, sürtəndə də tərtəmiz işıldayır. Yəni o qazan parıldayanda, qazan ki təmiz olanda adamın özündə ürəyi açılır ki, hə, yuduğum hər nədirsə də təmiz oldu, gözəl oldu. Yəni çəkdiyim əziyyətə dəyər. Yəni böyüklüyü də yaxşı idi. Mənə görə çox yaxşıdır. İçərisində bir ədəddə belə tava formasında çıxmışdı. Mən biraz böyük tava istəyərəm qızlar. Düzdür, tefal 2 ədəd böyük tavam var, amma samavar materialından, bu materialdan olan böyük tava istəyirəm. Bir dəfə də baxıram Trendyolda var. Endirmə düşəndə bir dəfə də həmən o tavadan alacağam. Mən sevirəm qazanlarım dəst olsun. Ümumiyyətcə mətbəxdə olan hər bir əşyam dəst olsun. O güllü qazanımında çaydanı, çaynıqı da var dəst şəklində. Onların tavası da var idi. Mən onu dəstə almışdım. Sadəcə o müəyyən vaxtı 13 ildir işlədirəm, xarab oldu. Belə piraşki edirəm, nəsə çöldə qızartmalıq edirəm, amma evə içəriyə salmıram. Çünki xarab oldu, köhnəldi. Ona görə də çox onu istifadə etmirəm. Bunun da yenə çaydan çaynikini almışam. Çaydanım da samovar materialındandır. Çaynikim də istəyirəm ki, hamısı dəst olsun. Adam belə deyim qızlar, evində səliqəli, məsələn, həm səliqəli görsənir, həm gözəl görsənir, həm estetik, həm də gözəl görsənir ki, yəni təmizlik baxımından da, səliqəlik baxımından da, görünüş baxımından da hamısı dəst olanda çox gözəl olur. Yəni yaxşı olur. Belə 4 ədəddir. Ölçüləri də belə qoydum ki, sizlər də baxasınız, görəsiniz. Yəni yararlana bilərsiniz endirimlərdən. Mən razı qaldım. İstəsəniz siz də alıb razı qalarsınız. Sağ olun qızlar. Allah amanında qalın. Növbəti videolarımda görüşənə qədər kanalıma abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm. Gözəl izləyicilərim. Sizin dəstəyinizə mənim ehtiyacım var. Çünki sizlərin sayəsində mən irəliləyirəm. Sizlərin sayəsində mən həvəslənib video çəkirəm. Yəni vloglar çəkirəm. Yenə də həvəsdən düşmürəm. Sizlərin sayəsində o videolarımı, o vloglarımı çəkirəm və çəkəcəm də. Hər birinizdən də o dəstəyi gözləyirəm ki, məni belə bir yəni həvəsdən salmayasınız. Hər zaman olduğu kimi həvəslə çəkim. Həvəslə də sizlərlə paylaşım. Düzdür, deyərsiniz ki, özünüz üçün çəkirsən, amma sizlərin sayəsində sevə-sevə çəkirəm.